Kadir, yaxşısan? Bunlar kimdi? Dayı sual verdim axı, kimdi bunlar? O senin kızındı, Lale. Kızım? Kızım var benim. He, Lale. o yuxuda görüp sayıqladığın kızdı, Lale. O da senin hayat yoldaşındı. Qomru. Nəsə yadıma düşdü. Bilmirəm ki. Gah nəsə gəlir ağlıma. Gah da silinir, yox olur. Bunlar indi hardadır, məni niyə aparmırsan ki bunların yanına? İndi olmaz. Niyə? Hər şeyin öz vaxtı var. Sən hələ heç nə xatırlamırsan. Dayı deyirsən ki, mənim ailəm var, uşağım var. Onlar indi təkdir, mən onların yanında olmalıyım. Hələ tələsmə. Hər şeyi öyrən sonra. Mən nə vaxt öyrənəcəm hər şeyi? Vaxtı gələndə. O əlindəki kimdir? Bəbir. Kimliyini öyrənəcək. Hər şeyi öyrənəcək. Bu mənim kitabımdır. Bunun sizdə nə işi var? Lətifə, söz soruşuram səndən. Mənim kitabımın sizdə nə işi var? Allah haqqı, mən bilmirəm, bekar gətirib. Deməli, bu kitabı məndən bekar götürüb. Siz necə adamlarsınız, Lətifə? Siz bunu necə eləyə bilərsiniz? Biz heç nə eləməmişik. Siz eləmişsiniz, Lətifə. Siz eləmişsiniz. Yox, heç nə eləməmişik. Siz necə mundar insanlarsınız? Lətifə, niyə? Niyə bunu eləmişsiniz? Allah haqqı, biz heç nə Kəs eləməmişik. səsini, Lətifə. Bekar hardadır? Hardadır? Bekar evdə yoxdur. Firan olur, heç kimə demə də. Heç kimə deməyim, hə? Yox, mən hamıya deyəcəm. Qoy bilsinlər siz necə mundar adamlarsınız. Siz məni şantaj eləmisiniz, siz məndən pul götürmüsünüz. İndi görün mən sizin başınıza nə oynayacağam. Bir də siz görərsiniz. Fira qurban olun. Heç kimə demə də Firan olur.
Firan. Ah, yalvarırım seni hiç kime deme. Çekil Xahiş lütfen. edirəm, hiç kime deme. Lətifə çəkil, hamıya deyəcəm. Hamıya deyəcəm, qoy bilsinlər siz necə nankor adamlarsınız. Ay kız imkan ver koy danışım da. Sən elə utanmaz mənə nəsə danışmaq istəyirsən. Az imkan vermirsen akıl danışım ben sana. Lətifə çəkil. Lətifə, Firan çəkil. durmadan hiç kime deme. Çəkil! Ay Allah. Ay Allah. Evimiz yıkıldı. Yıkıldı evimiz. Ay Bekar. Ay Bekar. Az ne olur ne ses şuydu bu? Ay Bekar evimiz yıkıldı. Ay Bekar. Niye ne olur? Ay Bekar kitap apardı Firan. Gördü kitabı apardı. Ne? Ben sen dememiştim az o kitabı cinsinet ha? Bekar, ay Bekar. Ay Bekar ne diyorsun ay Bekar? Evimiz yakıldı ay Bekar, evimiz yakıldı. Ay Bekar, ay Bekar. Hayda. Sen bir tane kitabı saklayabilmedin ya. Bekar. Ay Bekar. Bəbir müəllim! Bəbir müəllim, Ha kızım, bilirsiniz nə olub? ne oldu? Mənə zəng eləyib, şantaj eləyib pul istəyən adam var idi ha. Ha? Bilirsiniz o kimdir? Kim? Bekar. Ne? Hə. Səsini dəyişibmiş. Zəng eləyib məndən pul istədi. Mən də pulu bu kitabın arasına qoydum, verdim ona. Bu gün də bu kitabı Lətifəgildən tapıram. O bekar. Ne diyor o? Anam Allah hakkı. Öyle olmuyor bir Ayfira o kitap. Ne ter olup böylese? Elə olmayıbsa, bu mənim kitabımdır, mənim adım var. Bu kitab sizdə nə gəzir? Hı? Anam bir şey. Ha? Uçar. Oh, Sultan müəllim. Kimisə axtaran oxşuyursan. Sen ne diyorsun ki burada? Neyirsən, nə edirəm burada? Yoxsa burada Bəbir müəllimin şirkətidir. Kafedir bura Sultan. Burada hamı ola bilər. Yoxsa buralarda sənin xəbərimiz yoxdur. Aha, salam verməyindir bu da. Hələ soruşursan sən burada nə edirsən? İndi işdən çıxmışıq deyə belə olur. Çıxmamışam, torbamı tikib çıxartdırmısan. Rəhmətliyin oğlu. Bari xala xətrin qalması bir salam verir. Sana gideceğiz işinle meşgul ol. Ölürəm də sənin bu sözündən ötürü. Mənim işim sənsən də elə sarı pişiyim. Gitti. Getdi, hə? Keç otur. Nə
Ne oldu? Biter oldun. Ne oldu? Bilmirəm. Yazığın geldi. Ha, sizin de hayatınız bir şeydi öyle vallahi. Ya böyle sevirsen ne gezirsen burada Ülker git yanına da. Göyə bilmirsən nə gəzirəm? Yok Ülker bilmirəm. Ne bilmirəm ne de başa düşə bilmirəm. Ay kız. Demedin o Səyyə də səndən ötürü maşını sattı. Ben başa düşmürəm. Sen iki başta oyun oynuyorsan Ülker. Ondan alırsan, məndən alırsan. Al yine verin. Problem yoktu. Ama işimiz geçsin de. İşimizi görək də. Mənə bir ne çatmır. Sen ondan da alırsan, məndən də alırsan. Bu dəqiqə sənin ondan qaçmağının yani bir mənası yoktu. Xeyri yoktu. Ne ona, ne sənə, ne mənə. Niye belə eləyirsən Ülker? Deyim niyə belə eləyirəm? De. Mən onu əziyyət çəkməyini istəmirəm. Ətimi töymezsen Allah ətimi töymür. Əziyyət vermək istəmir, əzab çəkməyini istəmir. Ya biz söz danışmışıq. Ülker, bax gülməyimə baxma. Az çox məni tanıyırsan. Biz belə danışmamışdıq. Axıra kimi dediğin sözün üstündə durursan. Gedirsən yanına, könlünü alırsan. Ta ki mən deyənə qədər. Yaxşı? Yoxsa özün bilirsən də. Bəs sən deyəndən sonra? Ona baxarıq da Ülker. Ona sonra baxarıq. Görərsən vaxtı çatanda özün bilərsən. Hı? Ne olub? Ya. Sen bu kadar kudurmusan ki benim evimden pul oğurluyorsan ha. Özü de kızı şantaj eləyirsən. Hı? Kudurmusan ha sen küçük. Kudurmusan ha. Senle Senle Kudurmusan sen. Sen bu kadar alçak oldun ha. Bekar ha. Nədən danışırsınız? Nə şantaj? O vaxtı məni şantaj eləyib pul alırdılar ha məndən. Bekar imiş, səsini dəyişirmiş. Vallahi bizim Düz deyil. niyyətimiz olmuyor. Ben Seyran. Ne pisliği ha? Ne pisliği ha? Öldüreceğim seni. Öldüreceğim seni. Seni. Seyran! Seyran dedim! Seyran! Sen benim avratımı şantaj etsene. İkiniz de reddolun çıkın gidin bu evden. Bir de sizin ayağınız buralara değmesin. İştin? Kurban bir de eləməyəcəm elə şey. Reddol dedim. Sen bekar. Mənə xəyanət elədin. Sen çörek kazandığın eve xəyanət elədin. Reddolun ikiniz de. Tez! Reddolun dedim. Niyə buraxdın getsinlər? Sakit ol Niye Seyran. imkan versen arvadımı şantaj edip olar beni. Sakit Böyle ol. rahat geleceği. Sakit ol Seyran. Onlar için en büyük ceza bu evden gitmeleridir. Onu bil, unutma. Sakit ol, geç otur.
Siz hardasınız? Mən niyə xatırlaya bilmirəm sizi? Sizi yadıma sala bilmədiyimə görə bağışlayın. Çünki mən özümü yada sala bilmirəm. Özümü unutmuşam. Ay Beker. Ay Beker bize de ne diyeceğiz? Ay Beker. Ara taşın tökeyimiz başımıza. Ay Beker. Belki gidip benim elimden üzr isteyesen. Heç vaxt Lətifə. Mən gəlib ona yalvarmaram. Məni döyüb bahala salıblar. Qürurum var mənim. Belki de habere sen geleyim. Diye de habere. Ay Lətifə, sənə qurban olum. Az xavər heç öz oğlundan ötü gəlmədi və bizdən ötü durub bura gələndir. Onu biz gidiyor onun yanına, gidiyor otele. Ha, səs danışma. Gidiyor haberin yanında otelde kalak da. Sən bilirsən o qaldıq otelin qiyməti neçədir? Xavər elə belə yerdə qalandır. Ağlıma nə gəldi danışırsan. Pulu biz vermeyeceğiz ki. Hardan bilirsən? Habere diyerem, halası kızıyam da benim sözümü yere salmaz. Bəs yaxşı, bu söhbəti bilsən olacaq. Gidiyor özümüz danışak da. Gidiyor özümüz danışak yoksa İfrit'e geldim danışacak. Öz istediği gibi. Birinci biz diyeyiz. Siz necə belə bir şey eləyə bilərsiniz, hə Lətifə? Kulak hasta. Ay, Ha, nəyə haber. qulaq asın? Ha, deməli mənim gəlinimi şantaj edənlər sizsiniz də, evimin içi. Xavər xanım, vallahi bizim pis niyyətimiz olmayıb. Biz elə fikirləşdik ki, heç bilməmək necə deyim, biz elə bildik ki, Fira Seyranı alladır. Ha da ben ne bileyim ki o oğlan onu şantaj eləyir. Ben de ona göre fikirleştim ki özüm ceza verim Fira'ya. Sizə qalıb ona cəza vermək. Mən sənə dedim Firanı güt, nə görsən gəl mənə de. Niyə gəlib demədin? Ay haber asandı be ya. Ben sana necə gəlim diyeyim ki gəlinin oğlanla görüşür. Düz deyir, vallahi Xavər xanım, mən də nə istədim ki, az danışma, şərxatadır. Kəsin səsinizi. Kəsin. Qarşınızdakı uşaq deyil alladasınız başını. Açıq-açıq deyin ki, acgözlük elədik. Hər fürsətdən istifadə elədik, gözümüz doymadı. Axırda da deyin ki, bu alçaqlığa əl atdıq, təki pul gəlsin. Ölüb yerə girmirsiniz.
Pula görə ye. Ay xavər. Bir səhv eləmişik də. Xalam qızı nə olar bağışla da bizi. Nə oldu? Xalan qızı indi yadına düşdü sənin? Xalam qızı. Mənim sizə ürəyim yandı. Dedim əzizlərimdir, gətirdim evimə. Dedim qoy əlim bunların üstündə olsun. Yazıqdılar, ev eşiksizdilər. Başlarının üstündə bir dam olsun. Budur sizin çox sağ olunuz. Ən çox sənə güvəndim, Lətifə. Ən çox sənə güvəndim. Evimi, ailəmi sənə tapşırdım. Utanmadın sən. Yaxşı elədi Bəbir. Çox yaxşı elədi ki, sizi evdən qovdu. Hələ Allahınıza şükür edin ki, sizi polisə verməyib. Ay xavər, mən sənə pis olmuşam indiyənə qədər. Sən balalarımı öz balam kimi istəmişəm, böyütmüşəm. İndi bir səhvdir də eləmişik. Bağışla da bizi. Xalamın xatirinə bağışla bizi. Az bəsdir. Nə öz ananı, nə də mənim anamın gorunu and içmə burada. Çox elə sağlığında hörmət qoyurdun onlara. Lətifə, gəl gedək. Gəl. Yanda, ay xavər nə olar? Gəl, gəl. Xavər bağışla da bizi. Yaxşı. Bağışlayırsan bizi? Bağışlamağına bağışlamıram. Amma ev eşiksiz də qoymuram. Bir şərtim var. Nə şərt? Gedirsən, dediyim plandan çıxmırsan. Yaxşı? Cahangir, mən yenə də Olmadı ki. Heç nə demə. Amanın günü də heç nə demə. Onsuz o qədəmlərindən zəncir çeynəyirəm. Var sən də düşmə dişimin altına. Get Ülkər. Bu niyə yığır mən? Nə yığır? Bezdirmisən mənim canımdan. Nə istəyirsən, nəyə yığırsan? Aycan Seyran. Cahangir hardasan? Çay içirəm, heç nə. Kafedəyəm, nə olub ki? Sən öl vəziyyət pisdir. Hansı tərəfdəsən gəlim? Bir dəfə də yaxşı olsun da. Gəlmə, Seyran, qurban olum, gəlmə. Sən xeyriyə gəlmirsən. Cahangir güclə çıxmışam evdən yervidir. Ha, nə olub da, denəndə nə olub? Gəlim danışarıq da. Hardasan sən? Gəl. Gəl Seyran, gəl. Yerimi atıram, gəl. Gəl görüm nə istəyirsən, gəl. Ay xavər, deyəcəksən şərtin nədir? Fikirləşirəm, yenə sizə güvənə bilərəm ya yox. Əlbəttə güvənə bilərsən, bana nə istəyirsən and içim. Xavər xanım, rəhmətli nənəmin yoru haqqı biz bir də belə qələt eləmərik. Amma çox riskli bir şey olacaq ya. Biz riski sevirik. Sizin yolunuza bax bu dəqiqə başımızı qoyarıq. Deyin. Amma birdən Bəbirin gözünə girmək istəyirsiniz. Gedib ona danışarsınız hər şeyi. Düşünərsiniz ki, dayı Xavər evdən çıxıb da. Yox, ay xavər elə şey eləmərik. Heç vaxt narahat olma sən, ona görə. Xavər xanım, sağa qurban olaram. İstəyinizi deyin, bizə əməl edin. Narahat olmayın. Əvəzində sizi yanımda saxlayacağam. Sonra da bir şey fikirləşib evə qaytaracağam. Bal tökülür, bacımın ağzından bal tökülür. Xavər xanım, sizə qurban olaram. Deyin istəyinizi, biz də əməl eləyək. Qumrunu biabır eləyəcəksiniz. Necə yəni? Deməli,
gedib məhəllədə şayə yayacaqsınız ki, güya Qumru ilə Bəbirin nəsə bir münasibəti var. İndi güya deyəndə ki, əslində nəysə, elə eləməlisiniz ki, o qız xəcalətindən nəinki məhəlləyə çıxa bilməsin. Tanıdığından ümumiyyətlə oradan rədd olub getsin. Bu vəziyyətə çatdıra biləcəksiniz? Lətiş yaxşıdır elə şeyə. Narahat olmayın. Bəziyib düzüyüb danışacaq. Elə sən də pis döyürsən, yaxşısa. Düz deyir. Elə mən də yaxşıyam. Amma bir məsələ var ya, Ayxavər xanım. Deyirəm, birdən Bəbir müəllim eşidər ki, bu şayəni biz yaymışıq məhəllədə. 7 arxa dönərimizi yox eləyərik. Danışmasa sardan biləcək. Siz qəşəng-qəşəng yalanlar uyduranlarsınız axı. Nə var ki burada, hə? Nədir? Qorxdunuz yoxsa? Yox, qorxmuruq. Qorxmuruq. Razıyıq biz, razıyıq. Eləyərik. Necə deyirsən, elə də eləyərik. Amma ay Xavər, sən axı bundan ayrılırsan, nə edirsən bunu? Sən mən dediyim elə. Yaxşı. Baş üstə. Yaxşı eləyirəm. Düz eləyirəm. Bəbir var, Bəbirə güvənim, rəhmətliyin oğlu. Ay qardaş, nə? Barter eləyək. Dedim maşını gözlə yığıram, gözlə. Hə, gələ, başımın bəlası, gələ. Nə gün sənə bədbəxt? Demək, dünən gedib o biri dünyanı görüb qayıtdım. Əcəb oldu sən. Dedim də sən yekə başlıq eləmə. Ağırdır, qatqılıdır. Bəbir də tutdu məni. Allah, dişin dibindən çıxan dedi. Hər şeyimi dalıb əlimdən. Neynirsən Seyran? Yandıra-yandıra gedirsən özünü. Olar belə. Pulumuza da hər şeyi götürüb, kartları qırıb, tulladı, hesabları dondurub. Qalmışam qara qəpiksiz. Yaxşı eləyib elə səni. Səndən başqa cür bacarmaq olmaz. Nə danışırsan, Cahangir? Görmürsən nə gündəyəm mən? Görürəm, ürəyim ağrıyır da, yandığımdan deyirəm. Bir şey var. Elə baxma, mən heç nəyim yoxdur. Özünə də mən üstümdən malla gətirəm. Yaxşı da, Cahangir. Külməyini bu. Özü tanıtdırma da mənə. Ehtiyatda nəyəsə olmamış olmaz. Sən neynəmək istəyirsən? Yenə ölüb qalmaq istəyirsən küçələrdə. Özü, nətər dözür, ev dəmirdəndir. Sonra neyniyətsən? Görmürsən nə haldayım? Eləməsəm ölüb qalacam, nə olsun stətimdə bucaqda. Allah yalvarım, nəsə varsa kömək elədən nə var? Səni qardaş deyə, qardaş. Məzələnirsən mənlə? Niyə məzələnin maşındadır da get götür də, qulaq az. Orada elə, çıx, özündən bura gətirmə. Gözdə qulaqda ol, görüb eləyən olmasın. Yaxşı. Özün qoyub təmiz tüfeği yerinə yığırıq. Bu nə gözəl təsadüf. Bəbişim yenir. Hardasan sən, ay avara? Niyə çıxmısan evdən? Yanımdadır. Nə? Cahangir? Bəli, Bəbir müəllim. Cahangir. Qovduğun Cahangir. Hardasınız siz? Seyran ana? Nə gəzir o sənin yanında? Kafedəyik, gəlsən yaxşı olar. Məkanı öz nömrəmdən atacam indi. Gəl, görək. Qoy. Ay Beşər. Gedək qəşəng yeyib içək.
Ay Lətifə, qurban olum, sən kefdəsən, Az yeyib içmək vaxtıdır. Bir görə nətər qalırıq, harda qalırıq, necə qalırıq? Day xavər həll elədi də. Heç inanmağım gəlmir deyə ürəyi yumşalar. Yaxşı qutardıq. Ay, inanırsan, mənim də heç ağlıma gəlməzdi ki, bizi bağışlayan. Bax, görürsən, sonra da vız baş deyirsən, bəyənmirsən onu. Ona görə xavər plan qurdu da, yoxsa bizi yaxınına buraxan idi o. Sağ olsun deyirəm Qumru. Allah onun canını sağ eləsin. Hərdən bir bizə çörək çıxır orada. Əslə. Göründü o buzbaşı. Məhlədə necə biabır eləyirəm mən ya. Ha, bax sənə deyirəm, ehtiyatlı ol ha. Bu söhbət ağızdan ağza gəzməlidir. Onsuz da bu şayət çıxanda bəbir maraqlanacaqsa görün bunu kim çıxartdı, kim dedi, kim yaydı. Bax, yandırma ha Lətifə. Yoxsa dədəmizə od qoyarlar. Narahat olmayın, mənə də Lətifə deyərlər. Susuz aparıb susuz gətirərəm onları. Bax, sən Allah. Gördün mü az elə susuz aparıb susuz gətirməyimi? Qalmışdıq evsiz eşsiz çöllərdə. Yaxşı da day. Bir şeydi də oldu, neyniyim? Ay Lətifə, cinayət alətini ortada qoymaq olmaz. Yoxsa sənin kimi aparıb qoymuşdun vitrinə. Yaxşı da yaxşı. Sən əsas plandan danışın, neynirik? Hə, deməli neynirik? Gedib çatırıq məhəlləyə. Mən girirəm çayxanaya, orada cəmaat çoxdur da, başlayıram orada danışmağa. Sən də birbaş gedirsən Nisəgilin evinə. Onun da ağzına söz deyəmir, axı özün bilirsən. Nə lazımdır danışırsan. Bu da bizim plan. Yaxşı, yaxşı, yaxşı. Deyirəm ay bekar. Hə. Düzdür, evimizdən oldu. Amma dünya gözüyle bir otelde qalmaq da qismət oldu da bizə. Az yaxşı səyləmə. Gəl də dayı. Düş qabağıma sən Allah. Tez ol. Yaxşı, yaxşı yeməklər alarsan mənə, yaxşı. Yeyib içməyə, ölürsən elə. Fikrin qalıb ancaq yeyib içməklə. Nüker, mən bu əli 2 gün sonra buraxmaq üçün tutmamışam axı. Nə olur olsun, mən həmişə səni sevəcəm. Mən də səni sevəcəm, həmişə. Necədir? Nə? Kofe. Yaxşıdır. Niyə içməmisiniz? Əslində içdim, siz görmədiniz. Mən səni o qədər sevirəm ki, o qədər çox sevirəm ki, sənin üçün eləməyəcəyim bir şey yoxdur. Nüker, mən səni başa düşmürəm. Biz səninlə dünən görüşürük, deyirik, gülürük, sağollaşırıq, səhər gəlib olursan başqa adam. Elə ha deyirəm ki, Ülkənin problemləri qutardı, hər şey qaydasındadır, gəlirsən yenə təzə problem, yenə nəsə gizlədirsən məndən. Görünür, səndən bir-birimizi yaxşı başa düşəcəyik. Çöldə gələndə bir dənə uşaq gördüm, salfetka satırdı. Elə uşaqları görəndə nəsə pis oluram, kömək eləmək istəyirəm.
Bağışla kızım. Seni tapa bilmedim. Ama mutlak tapacağım. Mutlak tapacağım. Seyran, özünə gəl də yaxşılar. Bizi biabır eləmə də buradadır da, nə olar? Özündəyim, narahat olma. Yaxşı oldum biraz. Deyək ol. Dədən gəl. Onun ne iş var burada? Xoş gördük Bəbir müəllim. Xoş gəlmisiniz. Əyləşin. Sen ne itin azı be burada? Hı? Sana dememiştim evden bayrağa çıkma. Kalk ayağa. Dur. Dur gedək. Senden ben evde danışacağım. Bəbir müəllim, bir dəqiqə əyləşin. Sizi başqa şey üçün çağırmışam bura. Bir söhbətim var sizinlə. Gedək. Xahiş edirəm. Eline fürsət düşüb ha? Nədir? Elə bilirsən ki, məni dilə tutub təzdən qayıda biləcəksən işinə. Dedim yox da müəllim, başqa şey üçün çağırmışam sizi. Bir dəqiqə xahiş edirəm, əyləşin, sözümü bitirim də. Mən satqınlarla bir süfrədə oturmuram. Dur ya, qalx ayağa. Tez. Bəbir müəllim. Seyran adam öldürüb. Nə? Mənim yapışsınız. Mənim əyləşin. Əyləşin Bəbir müəllim. Əyləşin. Yolların çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, özü öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən adam. Günah səsindən qurtuldub xəyanət qəhqəhəsindən, hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam.
dirilən adam